Salam, xoş gördük sizləri. Maliyyə bazarları fənnində sizi salamlayıram. Bugünkü mövzumuz lizinq xidməti bazarıdır və bu mövzuda biz sizinlə lizinq xidmətləri bazarının iqtisadi məzmunu, lizinq bazarının formalaşması və funksional xüsusiyyətləri, lizinq bazarının iştirakçıları və onların qarşılıqlı münasibətləri və sonuncu sual olaraq müasir lizinq bazarının inkişaf tendensiyaları və problemlərinə nəzər salacağıq. İlk sualımız lizinq xidmətləri bazarının iqtisadi məzmunudur. Lizinq haqqında hələ eramızdan əvvəl 350-ci ildə Aristotel özünün ritorika əsərində qeyd edirdi ki, sərvət heç də mülkiyyət hüququ əsasında əmlaka sahib olmaq deyil, əslində ondan istifadə etməkdir. Və Aristotelin fikrincə mənfəət əldə etmək üçün hökmən əmlaka və yaxud da avadanlığa sahib olmaq lazım deyil. Ondan istifadə etmək hüququna malik olmaq və gəlir əldə etmək kifayətdir. Leasing ingilis mənşəli lease felindən götürülüb, mənası əmlakı götürmək və müvəqqəti istifadəyə vermək deməkdir. Son illərin tədqiqatları göstərir ki, leasing Aristotelin yaşadığı dövrdən də xeyli əvvəl məlum imiş və təxminən eramızdan əvvəl 1760-cı ildə qəbul edilmiş Hammurapi qanunlarında lizinq haqqında bir neçə müddəa da tapılmışdır. Roma imperiyası da lizinq problemindən kənar qalmamışdır. Bu haqda fikirlər öz əksini Justinian institusiyalarında tapmışdır. Müasir lizinqin bir çox çətinlikləri bu anlayışda əşya və müqavilə hüquqlarının elementlərinin birləşdirilməsi ilə əlaqədardır. Yeni tarixdə lizinq anlayışı ilk dəfə olaraq 1877-ci ildə istifadə edilməyə başlanmışdı. Məhz həmin ildə bel telefonları satmaqdan imtina edərək onları icarəyə verməyə başladı və ənənəvi olaraq lizinq Amerikan ixtirası sayılır. Bir müddətdən sonra o Amerika sahibkarları tərəfindən okean vasitəsilə Avropaya gətirildi. Fəaliyyətinin əsasını lizinq əməliyyatları təşkil edən ilk cəmiyyət 1952-ci ildə San Francisco şəhərində Amerikanın United States Leasing Corporation şirkəti tərəfindən yaradıldı. Amerika lizinqinin atası hesab edilən Henry Schonfeld tezliklə dərk etdi ki, lizinq fəaliyyəti hədsiz dərəcədə geniş imkanlara malikdir. Çox çəkmədi ki, ABŞ-da maliyyə lizinq cəmiyyətlərinin hesabına lizinq istehsal təsərrüfat fəaliyyətinin mühüm alətinə çevrildi. Bəziləri lizinqa sahibkarlıq fəaliyyətinin kreditləşdirilməsinin özünə məxsus üsulu kimi baxır. Digərləri isə onu uzunmüddətli icarə ilə və onun formalarından biri ilə tamamilə eyniləşdirirlər. Üçüncü tərəflər isə lizinqi istehsal vasitələrinin üstü örtülü alqı-satqı qaydası və ya özgə əmlakından istifadə hüququ hesab edirlər. Dördüncü tərəflər isə lizinqi özgələri hesabına fəaliyyət kimi, daha doğrusu isə vəkalət verənin tapşırığı ilə özgə əmlakının idarə edilməsi kimi şərh edirlər. Lizinq bazarı iqtisadi sistemin dinamik və mühüm tərkib hissəsi kimi istehsal vasitələrinin, texniki avadanlıqların və digər əsas fondların maliyyələşdirilməsi və istifadəsi hüququnun icarə əsasında ötürülməsini təmin edən maliyyə bazarının xüsusi bir formasıdır. Bu bazarın mahiyyəti ilk növbədə mülkiyyət hüququ və istifadə hüququ arasında ayırmanın iqtisadi alətə çevrilməsində özünü göstərir. Lizinq tərəflər arasında bağlanan uzunmüddətli müqavilə əsasında hər hansı bir əmlakın sahiblik hüququnu saxlayaraq istifadəyə verilməsi ilə bağlı maliyyə xidmətidir. Lizinq müqaviləsi çərçivəsində lizinq verən, yəni mülkiyyətçi avadanlığı satın alır və onu icarəyə verir. Lizinq alan isə avadanlığa sahib olmadan onu istifadə edir və müqavilə müddətində müəyyən edilmiş ödənişləri də həyata keçirir. Bu mexanizm ənənəvi kreditləşmədən fərqlənir. Çünki lizinq alıcısı birbaşa borc almır, əvəzində onun üçün aktiv alınır və istifadə hüququ verilir.
Lizinq bazarı kredit bazarı ilə kapital bazarı arasında körpü funksiyasını daşıyır. O həm də maliyyə resurslarının bölgüsü, həm də əsas vəsaitlərin istifadə verilməsi prosesində iştirak edir. Bu bazarda iqtisadi mahiyyəti bir neçə əsas funksiya üzrə təhlil edə bilərik. Birincisi, investisiya fəaliyyətinin dəstəklənməsidir. Yəni, lizinq investisiya yönümlü maliyyə alətidir və müəssisələr yeni texnologiya və avadanlıqları əldə edərək innovasiyaya əsaslanan istehsal proseslərini genişləndirə bilirlər. İkinci, kapital xərclərinin azaldılması və təxirə salınması. Lizinq müəssisəyə eyni aktivlərə sahib olmaq üçün böyük ilkin investisiya qoymadan onları daha aşağı aylıq ödənişlərlə əldə etməyə imkan verir. Bu isə xüsusilə kiçik orta biznes üçün maliyyə çevikliyini təmin etmiş olur. Və üçüncü funksiya istehsalat gücünün və məhsuldarlığın artırılması, avadanlıqların yenilənməsi və müasir texnologiyaların tətbiqi məhz müəssisələrin əməyin məhsuldarlığını artırmaq imkanı yaradır. Növbəti sualımız lizinq bazarının formalaşması və funksional xüsusiyyətləri. Lizinq xidmətləri bazarının formalaşması və fəaliyyəti hər bir ölkənin iqtisadi inkişaf səviyyəsi, maliyyə sistemi, qanunvericilik bazası və ümumi biznes mühiti ilə sıx şəkildə bağlıdır. Və bu bazar bir tərəfdən maliyyə sektorunun ayrılmaz hissəsi kimi, digər tərəfdənsə real sektorun yenilənməsini təmin edən investisiya vasitəsi kimi də çıxış edir. Onun formalaşması təkcə maliyyə aləti kimi lizinq müqavilələrinin mövcudluğu ilə deyil, həm də bu alətin iqtisadi dövriyyəyə effektiv şəkildə daxil olması üçün lazım olan institusional və hüquqi şəraitin yaradılması ilə də mümkündür. Lizinq bazarının formalaşmasında əsas şərtlər hansılardır? İlk olaraq qeyd edim ki, lizinq xidmətləri bazarının sağlam və davamlı şəkildə formalaşması üçün müəyyən şərtlər mövcud olmalıdır. Hüquqi normativ bazanın formalaşdırılması. Burada lizinq fəaliyyətinin hüquqi çərçivəsi aydın şəkildə müəyyən edilməlidir. Lizinq müqavilələrinin hüquqi statusu, tərəflərin öhdəlikləri, vergi rejimi, mülkiyyət və istifadə hüquqları qanunvericiliyi ilə dəstəklənməlidir. Növbəti şərt maliyyə institutlarının iştirakı və marağı. Lizinq xidmətləri əsasən banklar, investisiya və lizinq şirkətləri tərəfindən həyata keçirilir və bu təşkilatların likvidlik imkanları, maliyyələşmə strategiyaları və risk menecmenti bu bazarın inkişafına birbaşa təsir göstərir. Üçüncü şərt dövlət dəstəyi və fiskal təşviqlər. Dövlətin lizinq fəaliyyətinə vergi güzəştləri, subsidiyalar və digər iqtisadi stimullar tətbiq etməsi bu bazarın inkişafını da sürətləndirə bilər. Və dördüncü şərt biznes mühitinin şəffaflığı və investisiya iqlimi. Lizinq bazarının uğurlu inkişafı üçün ölkədə ümumi iqtisadi sabitlik, mülkiyyət hüquqlarının qorunması və biznes üçün açıq və şəffaf şəraitin olması vacibdir. Lizinq bazarının əsas funksional xüsusiyyətləri kapital qoyuşlarının stimullaşdırılmasıdır, müəssisələrin texnoloji yenilənməsi və modernləşdirilməsidir, maliyyə risklərinin bölüşdürülməsi və azaldılmasıdır və maliyyə axınlarının və likvidliyin qorunmasıdır. Üçüncü sualımız lizinq bazarının iştirakçıları və onların qarşılıqlı münasibətləri. Lizinq bazarının strukturu sadə görünən üç tərəfli əlaqəyə əsaslansa da, əslində mürəkkəb iqtisadi, hüquqi və maliyyə münasibətlər sistemidir. Bu sistemin formalaşmasında əsas rol oynayan iştirakçılar bir-biri ilə qarşılıqlı şəkildə bağlıdır və onların münasibətləri lizinq müqaviləsi çərçivəsində tənzimlənir. Lizinq bazarının əsas iştirakçılarından biri məhz lizinq verən maliyyə vasitəçisi və aktiv sahibi kimi çıxış edir. Lizinq verənin əsas funksiyası istifadə olunacaq avadanlığın və ya digər əsas vəsaitin təchizatını maliyyələşdirmək və onu müəyyən şərtlərlə lizinq alana təhvil verməkdir. Və bu rolu adətən kommersiya bankları, lizinq şirkətləri, investisiya fondları və bəzən də sığorta təşkilatları yerinə yetirirlər. İkinci əsas tərəf isə lizinq alandır. Real sektorda
fəaliyyət göstərən və əsas vəsaitlərə ehtiyacı olan müəssisə, təşkilat və ya fərdi sahibkardır. Onlar üçün lizinq iri kapital qoyuluşuna ehtiyac olmadan maddi-texniki bazanı yeniləmək, istehsal prosesini genişləndirmək və ya rəqabət üstünlüyü qazanmaq üçün əlverişli bir mexanizmdir. Üçüncü tərəf isə təchizatçı. Daha çox texniki rola malik olsa da, lizinq mexanizminin tamlığı baxımından mühüm yer tutur. Təchizatçı lizinq obyektini fiziki olaraq təqdim edən və onun texniki xüsusiyyətlərini, keyfiyyətini və çatdırılmasını təmin edən tərəfdir. Müasir lizinq modellərində təchizatçı bəzən birbaşa müqavilənin iştirakçısına çevrilir və beləliklə də üç tərəfli lizinq forması yaranmış olur. Bu modeldə təchizatçının lizinq verən və alanla birgə işləməsi vasitəsilə əməliyyat daha sürətli və şəffaf olur. Təchizatçının texniki dəstək verməsi, zəmanət və servis təmin etməsi də lizinq alıcısının fəaliyyətini xeyli asanlaşdırmış olur. Və sonuncu sualımız müasir lizinq bazarının inkişaf tendensiyaları və problemləri. Son illərdə lizinq bazarının inkişafı dünya iqtisadiyyatında baş verən struktur dəyişikliklər, rəqəmsallaşma, texnoloji yeniləmə və alternativ maliyyə modellərinin yayılması ilə birbaşa əlaqəlidir. Lizinq təkcə texniki vəsaitlərə çıxış vasitəsi deyil, həm də bir maliyyə strategiyası kimi də qəbul edilir. Və bu sahədə müşahidə olunan əsas inkişaf istiqamətləri məhz lizinqin həm coğrafi miqyasda genişlənməsinə, həm də yeni sektorlarda tətbiqinə səbəb olur. Ən vacib tendensiyalardan biri məhz innovativ sahələrdə lizinq fəaliyyətinin artmasıdır. Xüsusilə yüksək texnologiya, kənd təsərrüfatı texnikası, tibb avadanlıqları və sənaye avtomatlaşdırılması kimi sahələrdə müəssisələr lizinqə üstünlük verirlər. Bu sahələrdə avadanlıqlar tez köhnəlir və yüksək dəyərə malik olur. Bu səbəbdən də birbaşa satın alma əvəzinə lizinq vasitəsilə bu avadanlıqları istifadə etmək daha məqsədə uyğundur. Və nəticə etibarilə həm bazarda dövriyyədə olan aktivlərin sayı artmış olur, həm də müəssisələrin müasir texnologiyaya çıxışı da asanlaşır. Digər diqqət çəkən tendensiya isə bank lizinq inteqrasiyasıdır. Banklar lizinq şirkətləri ilə əməkdaşlıq quraraq bir tərəfdən lizinq verən kimi çıxış edirlər, digər tərəfdən də risklərin bölüşdürülməsi və əməliyyatların maliyyələşdirilməsi üçün də sinerji yaratmış olurlar. Bu inteqrasiya müştərilərə daha rahat şərtlərlə daha çevik lizinq imkanları təqdim edir. Həmçinin bankların məlumat bazası və risk analizi mexanizmləri lizinq qərarlarının daha səmərəli verilməsinə də kömək edir. Qeyd olunmalı yenilik məhz alternativ maliyyə modellərinin, xüsusilə İslam lizinqinin tətbiqidir. Bu model faizsiz maliyyələşməni nəzərdə tutduğu üçün bəzi ölkələrdə və bazar segmentlərində üstünlük qazanır. Bu modeldə, onu da qeyd edeyim ki, İslam lizinqi modeli icarah adlanır və icarah modelində aktivin istifadəsi müqabilində sabit icari haqqı ödənilir və bu müddət bitdikdə mülkiyyət hüququ istifadəçiyə keçə bilər. Bu forma həm etik maliyyə prinsiplərinə, həm də risklərin paylaşımına daha çox önəm verir. Və bununla yanaşı, lizinq bazarının inkişafı qarşısında bir sıra əngəllər və struktur problemləri də mövcuddur. Ən mühüm problemlərdən biri məhz hüquqi bazanın qeyri-sabitliyidir. Digər problemlərdən biri isə ikili vergi tutma və fiskal stimulların məhdudluğu da məhz lizinq bazarının inkişafını əngəlləyən amillərdəndir. Daha bir problem məhz məlumat azlığı və xidmətlərin qeyri-şəffaflığıdır. Lizinq bazarında risklərin qiymətləndirilməsi və sığorta mexanizmlərinin zəifliyi də risklərin artmasına və əməliyyat xərclərinin yüksəlməsinə səbəb olur. Və bununla da mövzumuzu yekunlaşdırıram. Birlikdə daha çox öyrənmək və paylaşmaq ümidi ilə. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.